Rahmanirrahim. Qardaşlar, İxlas surəsində sizə yeni möcüzəni göstərmək istəyirəm. Bu nədir? Deməli, İxlas surəsində hərflərin rəqəmsal dəyəri var da, bilirsiniz. Qul huvəllahu əhəd. İxlas surəsinin ilk ayəsi. Hərfin rəqəmsal dəyəri, məsələn, qul kəlməsinin rəqəmsal dəyəri 174-dür. Huvə kəlməsinin rəqəmsal dəyəri 64-dür. Allah kəlməsinin rəqəmsal dəyəri 140. Əhəd kəlməsinin rəqəmsal dəyəri 28. İndi siz deyə bilərsiniz, yəni nə üçün o cür dedim? Nəyə əsasən bu cür deyirsən? Və bunları sizə izah eləyəcəm inşallah. Amma hələ gəlin baxaq görək. Bu kəlmələri əgər biz belə götürsək, neçə dənə kəlmə 4-ə bölünəndə qalıq qalmır, ona baxaq. Neçə kəlmə bölünəndə 4-ə bölünəndə qalıq qalmır. 1, 2, 3 ya 4 qalıq qalmır. Baxaq görək. Məsələn, qul kəlməsi düzdür, sonu 174-dür. 4-ə bölünəndə qalıq qalır. 2 rəqəmi olaraq qalıq qalır. Amma axırı 4-dür. Huvə kəlməsi isə 64-dür. 4-ə bölünəndə qalıq qalmır. Allah 140-dır. 4-ə bölünəndə qalıq qalmır. Əhəd 28-dir. 4 yerə bölsək, qalıq qalmayacaq. Yəni 4 belə bölsək, axırda 1, 2, 3, 4 qalıq qalmayacaq. İndi niyə, məsələn, qulu niyə qul dedik, onu sonra inşallah deyəcəm. İndi deməli, qul huvəllahu əhəddə biz neçə dənə kəlmə görürük ki, 4-ə bölünəndə qalıq qalmır. Bir dənə qul kəlməsidir. Yerdə qalan bu 3 dənə kəlmələr 4-ə bölünəndə bu 3 dənələr qalıq qalır. Deməli, bir dənə tapdıq. Düzdür? Bax, bunu yadda saxlayaq. İndi Allahu Saməd kəlməsinə baxırıq. Allah 140-dır rəqəmsal dəyəri. Əs-Saməd 235-dir. Niyə 235-dir? Niyə bu 140-dır? Bunu sonra izah edəcəm. Deməli, burada Əs-Saməd kəlməsində də 4-ə bölünəndə bu Əs-Saməd kəlməsini 4-ə bölsək, axırda qalıq qalacaq. Mütləq qalacaq. Deməli, amma Allah kəlməsi elə deyil, qalmayacaq. İndi, deməli, bir qul kəlməsi, fikir verin. Bir qul kəlməsi 4-ə bölünəndə qalıq qalmadı, qalıq qaldı. Bir də Əs-Saməd kəlməsi 4-ə bölünəndə qalıq qalır. Yalnız 2 dənə kəlmə. Axı, İxlas surəsi Allahu Saməd kəlməsi ilə qutarmır. Burada ləm yələt və ləm yülətdə, axı İxlasdandır. Görək, burada nə var? 120 ləm yələtdir. 4-ə bölsək, qalıq qalmayacaq. Vav hərfi 32-dir rəqəmsal dəyəri. 4-ə bölsək, qalıq qalmayacaq. Ləm yulət kəlməsi isə rəqəmsal dəyəri 305-dir. Deməli, bu 305-i biz 4-ə bölsək, nə olacaq? 305-dir. Onda qalıq qalacaqdır. Yəni, bir dənə qalıq qalacaq, 1 olacaq. O da həmən qalıq. Keçdik axırıncı son ayə. Görək, son ayədə nə təlbəz edir. Son ayədə və ləm yəkun ləhu kufuven, aşağıda da əhəd var, və əhəd. Vav hərfi də 32-dir, 4-ə bölsək. Nə olur? Qalıq qalmır. Ləm yəkun 4 yerə bölsək, yəni 4 belə bölsək, bu
272-dən 4-ləri çıxarsaq, elə çıx 4, çıx 4, çıx 4 belə desək, axırda qalıq nə olacaq? Qalmayacaq. Amma ləhu elə deyil. 4 yerə bölsək, yəni 85-dən çıx 4, çıx 4, çıx 4, çıx 4 eləsək, axırda bir qalıq qalacaq. Bir qalıq qalacaqdır. Kufuvən kəlməsi də 176-dır, yenə qalıq qalmır. Yəni 4-lərin birləşməsidir. Əhəd kəlməsi də 28-dir. 4, 4, 4 belə hesablasaq, axırda qalıq qalmayacaq. İndi mənim sizə bunu bir möcüzə olaraq mən sizə göstərirəm. Nədir, möcüzəsi nədir deyərsiniz? Bunun möcüzəsi budur ki, deməli, bir dənə burada dedik 85 haqqında ki, ləhu kəlməsi. Bir dənə ləhu kəlməsi, bir dənə oldu ləhu. Bir də nə idi? Bir də qul kəlməsi idi, düzdürmü? Qul ki, 174 idi. Bir də Saməd kəlməsi idi, Saməd 235 idi. Bir də hansı kəlmə idi? Ləm yələt və ləm yülətdə 305 idi. Ləm yülət kəlməsi. Deməli, neçələrdir? Qul, Əs-Saməd, sonra ləm yülət, bir də ləhu. 4 kəlmə tabi olmadı. 4-ə bölüləndə mütləq 1, 2, 3 nəsə bir qalıq qalacaq. 4 kəlmə. Yaşın olsun. İndi yerdə neçə dənə kəlmə qalsın? Ki onlar 4 dənəni bildik. Onlar 4-ə bölüləndə qalıq qalmır. Onlar hansı? Qul Allah əhəddən başlayaq. Bu kəlmələr idi. Hu və Allah əhəd. Bunlar nə idi? 64, 140, 28. Bunlar 4 bölsək, axırda qalıq qalmayacaq. Neçə dənə kəlmə oldu burada? 1, 2, 3. 3 dənə kəlmə oldu. Yaxşı, 3 dənə buldu. 4-cü budur. Allah kəlməsidir. 5-ci budur. Ləm kəlməsi. 6-cı vav kəlməsi. 7-ci hansıdır bəs? 7-ci vav kəlməsi. 8-ci ləm yakun kəlməsi. 8-ci. 9-cu kufuvən kəlməsi. 10-cu əhəd kəlməsi. Deməli, 10 dənəsi 4-ə bölsək qalıq qalmır. Amma yerdə 4 dənəsi tabi olmadı buna. 4 dənəsi tabi olmadı. Bu da nə deməkdir? Bu deməkdir ki, İxlas surəsi, axı mənim o biri videolarıma baxsaz görərsiniz ki, 4-lüyün sintezidir. Başdan ayağa 4-lükdür. Hətta nə üçün elə deyirəm başdan ayağa 4-lükdür? Onu da sizə başa salım. Niyə 4-lükdür? Fikir verin. Burada neçə dənə kəlmə görürsünüz? İxlas surəsi də bu. Bə bir dənə kəlmədir, isim bir kəlmədir, Allah, Rəhman, Rəhim neçələrdir? 1, 2, 3, 4. Bismillahirrahmanirrahim də 4. Qul huvəllah əhəddə neçə dənə kəlmə görürsünüz? 1, 2, 3. Və görürsünüz bunu Allah kəlməsi necə yazmışam? Latıncan yazmışam. Yəni bunu saymıram. Burada 4 dənə kəlmə var əslində. 1, 2, 3, 4. Mən deyirəm 3 dənə var. Niyə? Çünki buradakı Allah kəlməsi də burada istifadə olunub. Görürsünüz, burada Allah kəlməsi latıncan yazmışam. Deməli, neçə dənə kəlmədən ibarətdir İxlas surəsi? 16 kəlmədən. 16 da 4-ün kvadratıdır. Görə həqiqətən 16-dır mı? Bə 1, sin və mim bir kəlmədir, isim deməkdir. 2, 3, 4, 5. 5 dənə burada elədir. 6, 7, 8, 9,
9'dan sonra keçirik bura. 10, 11, 12, 13, 14, 15, 16. Görürsünüz 16 dənə kəlmə var. Yəni İxlas surəsində 16 dənə kəlmə götürüb Allah Teala. O 16 kəlməni orada burada birini çox işlətməklə, birini az işlətməklə İxlas surəsi yaradıb. 16 da nəyin kvadratıdır? 4'ün kvadratı 16'dır. Fikir verin. Bismillahirrahmanirrahimdə sonra Qul huvallahu əhəddə Allah'a yazmadım. Latıncan yazdım, ərəbcən yox. Çünki burada Allah var idi. Allahus Saməddə də Allah'a latıncan yazdım. Çünki var idi. Məsələn, ləm yəlid və kəlməsində və ləm yulət deyilməli, amma o ləm kəlməsini necə yazdım? Latıncan yazdım. Çünki burada ləm istifadə olunub. Sonra indi və ləm yakun deməlikdə vav hərfini necə yazdım? Latıncan yazdım. Ləmi də yazdım latıncan. Niyə? Çünki vav burada istifadə olunub da istifadə eləmədim. Ləmi bura ona görə istifadə eləmədim ki, burada ləm var idi. Yakun amma ləhu və kufuvun hərəsi yalnız bir dəfə iştirak edib. Əhəd kəlməsində latıncan yazdım. Niyə əhədi? Çünki bir dənə əhədimiz var idi əvvəlcədən. Bax, Qul huvallahu əhəddə. Deməli, bunlara təmiz hesablayanda neçə edir? 16 kəlmənin üstündə qurulub İxlas surəsi. İndi elə budurmu? Xeyr, bu başda nə? 16'nın kvadratıdır, 16'dır başda nə? 4'dür. 4'ün üstündədir. Fikir verin, dəl, ra, əlif, vav. Bax, bu 4 hərf İxlas surəsində işlənib. Halbuki, bunun 4'ü də hansı hərflərdir? 2 tərəfli hərflərdir. Sağdan birləşir, bir də müstəqili var, dəlin. Ra da onun kimidir, əlif də onun kimidir, vav da. Baxma ki, əlifin bu forması iştirak eləməyib. Fakt, əlif hansı hərflərdəndir? 2 tərəflə birləşir. 2 şəkli olan hərflərdəndir. Demək, əlif gəlib. Baxma ki, ra hərfinin müstəqili gəlməyib, amma ra hərfi hansı hərflərdəndir? 2 şəkilli hərflərdəndir. Siz də deyərsiniz ki, ərəbin 4 cür yazılan hərfi var, bir də 2 cür yazılan hərfi var da, nə olsun? Elə deyil. Zəl hərfi də var idi, zəl, pəltək zəl. Görürsünüz, gəlməyib. Zeyn hərfi də var idi, gəlməyib. Yəni, bu qəsdən Allah təala bunu düzəldib. 2 tərəfdən birləşən hərflərdən ancaq 4'ün gətirəcəm burada. Məsələn, burada nə var? Burada məsələn, dəl hərfidir ki, axırda qutarır. Bunu mən başqa videolar isə demişəm. Qul huvallahu əhəd əbcət rəqəm sistemində dəl 4'dür. Allahus Saməd d yenə 4'dür. Ləm yəlid və ləm yulad və ləm yekun ləhu kufuvan əhəd. Burada neçə dənə 4 görürük? 4 dənə. 4 dənə 4'ündə 16 edir. Bismillahirrahmanirrahimdən başlayır. Bismillahirrahmanirrahim axırıncı hərfi m-dır. Rahim, rahim m. M-dır. M-nin də rəqəmsal dəyəri 40'dır. Cəmi neçələ 56. İndi yaxşı gəlin əlifba sırası ilə baxaq. Qul huvallahu əhəd. Dəl hərfi artıq əbcəddə 4 idi. Əlifba sırasında 8 idi. Allahus Saməd 8. Ləm yəlid və ləm yulad 8. Və ləm yekun ləhu kufuvan əhəd 8. Bir də Bismillahirrahmanirrahim m hərfi 24-cü hərfdir. Bunun cəmləşdirəndə bu da 56 edir. İkisi də 56 edir. Deyəsin, nə olsun 56? 56 4'ə bölüləndə qalmır. Amma 2 56'nı toplayanda edir 112. 112'də İxlas surəsinin nə idi? 112. 112-ci surədir İxlas surəsi. Biz də İxlasdan danışırıq. Ondan əlavə deməli, baxın, İxlas surəsində hərflərin sayıdır. Qafdır, hədir, vavdır, əlif, ha, mim, kəf, fə, bə, yə. Bir də ləm, sin, ra, dəl, sad, nun. Bu hərflərdən təşkil olunur İxlas surəsi. Deyərsiniz,
Görək neçədən hərf var? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 11, 12, 13, 14, 15, 16. 16 dənə hərfdən təşkil olunub İxlas surəsi. Bismillahirrahmanirrahimdən başlayın saymaq 16 hərf var. 16-da nəyin kvadratıdır? 4-ün kvadratıdır. İndi bunların adını yazıb, məsələn, Qul huvallah, hətta qaf hərfi. Qaf hərfinin adı belə yazılır. Qaf, əlif və fə. Qaf 100-dür, fə 80-də, əlif 1-dir, 181. Hə hərfi belə yazılır. Hə və əlif adı bu cür yazılır. Bir hə 5-dir, əlif 1-dir, 6. Bu cür bunları sayanda qəməri hərflərdir bunlar. Qəməri hərfləri sayanda eləyir 606. 606 nə deməkdir? 606 deməkdir ki, Quran-ı Kərimin gəlməsinə 4 il var. 606-dır. 4 ildən sonra nə olacaq? Quran-ı Kərim gələcək. 610 olacaq. Quran-ı Kərim gələcək. 4 rəqəmi görsənir. 4 ildən sonra gələcək. Bəs indi şəms hərflərinə baxsaq, şəms hərflərinin adlarını yazıb bu cür hesablayanda 628. 628 nə deməkdir? Görürsünüz 4 dənə nöqtə qoymuşam. 628 odur ki, 4 ildən sonra Quran-ı Kərim dayanacaq. Deməli, şəms hərfinə adını yazıb İxlas surəsində baxanda, şəms hərfinin rəqəmsal dəyəri deyir ki, 4 ildən sonra Quran dayanacağa, səni xəbərdar edirəm. Və qəmər hərflərindən soruşanda ki, sənin rəqəmsal dəyərin neçədir? O da deyir ki, mənim qəmər hərflər deyir ki, mənim rəqəmsal dəyərim 606-dır. Nə olsun? O da deyir ki, 4 ildən sonra Quran gələcək. Hələ 606-dır, 4 il olmalıdır. Fikir verin, hərflərin sanki bizə nəyisə deyir. Yəni, bunlar hamısı həqiqətən Quran-ı Kərimin möcüzələridir. İndi İxlas surəsində belə bir, bax, bu cürdə baxa bilərik. Deməli, qafdır, ləmdir, hədir, vavdır, hadır, dəldir, saddır, mimdir, kəfdir, fədir, nundur, yədir, əlifdir. Neçədən hərf elədi? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13. İxlas surəsində 13 dənə hərf var, deyə bilərik. Siz də deyərsiniz ki, bayaqdan deyirdin 16 hərf var, nə deyirsən 13. Əgər Bismillahirrahmanirrahimi saymasaq 13-dür. Bismillahirrahmanirrahimdəki hərflər saysaq, o hərflər hansıdır? Bədi. İxlas surəsində bə iştirak eləmiş. Bismillahirrahmanirrahimdən başlayıb sayanda bədi, sindi, radı, bu 3 dənə hərf onda sayılmalıdır. Amma İxlas surəsinin kökü 4 dənə ayədir. Belə baxanda 13 hərflər nə olsun? 13 hərfin adını yazmayanda, özünü yazanda, məsələn, qaf nə idi? Qafa deyirdik ki, qaf hərfinin adı yazanda budur. Qaf 100-dür, fə 80-də, əlif 1-də, 181, düzdür. Şimdi qaf hərfinin belə şəklin yazaq. Qaf hərfi necə olur? Sualın cavabı budur. Qaf hərfi bu cür olur, müstəqil forması. Rəqəmsal dəyərdə ta 181 deyil, 100-dür. Ləm hərfi 71 deyil, özünü yazmışam, adın yox. Ləm hərfi 30-dur. Bu cür baxanda hərflərin özünü yazıb, rəqəmsal dəyər nəyə gəlir çıxır? 444-də. Siz də deyirsiniz ki, nə olsun? 444 nə deməkdir ki? Görürsünüz, yenə 3 dənə 4 rəqəmi görsənir. 4-lüyün sintezində bu başda nə yox? Əlavə. Əlavə, bax, mən sizə demişdim də, nəyi demişdim? Bu hərfləri, qaf hərflər, adlarıdır hərflərin, hamısının son adların yazından sonra rəqəmləri hesablamışam da, qaf 100-dür, əlif 1-dir, fə 80-dir, 181, bu cür, düzdür, bu cür yazmışıq. 16 hərfin 16-sını da bu cür yazanda, sonra birləşdirəndə, hamısını tutaq ki, yazdıq. Nə qədər hərf var yazdıq.
Əlif hərfinin rəqəmsal dəyəri 111-dir. Niyə? Əlif 1 dildən 30-dur, 80 elədi 111. Bunun rəqəmsal dəyəri neçə eləyir? Bax, rəqəmsal dəyər cəmi bu eləyir. 1234. 1234 nə deməkdir 1234? Yəni 1, 2, 3, 4. Yəni adların yazıb birləşdirəndə eləyir. Yəni bax bunların da bayaq dedim axı ki 628 şəms hərfləri elədi. 606 da qəmər hərfləri. Yaxşı, bunları cəmləşdirsək neçə eləyir? Cəmi 628 topla 606. Eləyir 1234. 1234 necə yazılır? 1, 2, 3, 4. 4 rəqəm yazıldı, ardıcıl yazıldı, 4-də də qutardı. Bunlar nə deməkdir? Bunlar o deməkdir ki, başdan ayağa dördlüyün sintezidir. İndi İxlas surəsi nəyin təfsiridir? La ilahə illallahın. La ilahə illallah, Allahdan başqa ilah yoxdur. Hansı Allah? Buna İxlas deyir. O ki, bir ihtiyacı yoxdur, doğulma, onun oxşarı yoxdur. La ilahə illallahın təfsiri hansı Allahdan başqa tanrı yoxdur? İxlas surəsi deyir. Burada neçə dənə kəlmə var? Yenə 4. La ilahə illə Allah. Yenə 4. Və neçə dənə səs var? L, ə, i, h. Çünki Qurana baxsaq, la ilahə illəlləh deyir.